Deməli, üçüncü suala baxırdıq. Küraraz ovalığının Xəzər dənizinə birbaşa çıxışı olmayan düzənlikləri. Gəlin birinci düzənliklərimizin, burada variantda verilən düzənliklərimizin yerini burada müəyyən edək. Öncə bu düzənliyimiz hansıdır? Bunu qeyd edin siz. Muğam. Muğan. Düz, əla. Bu düzənliyimiz hansıdır bəs? Bax bura. Cənub Şərqi Şirvan. Xeyr, Cənub-Şərqi Şirvan Kürün Salyan. şimalındadır. Bura Salyandır. Hansı? Bura haradır? Cənub Cənub Şərqi Şərqi Şirvan. Şirvan. Şirvandır, əla. Bura haradır? Arazın sol Nil. sahili. Nil. Mildir. Bura haradır bəs? Qarabağ. Qarabağdır. Sonra bura haradır bəs? Şirvan. Bura Şirvan düzüdür. Bəli. Sonra bura hansı düzənlikdir? Bunlar ümumi gəyən incə hərami birlikdə nə gedir? Araz boyu. Araz boyu. Araz boyu. İndi deyir ki bizə hansının bu dənə də bu qaldı. Lənkəran. Lənkəran ovalığı. Xəzərə çıxışı yoxdur. Lənkəranın var. Xəzər sahilində yerləşir deyə bu olmaz. Sonra C variantında Cənub hansı Şərqi çıxırıq? Şirvan. C Salyan. variantı Salyan düzü Salyan. getdi. D variantında hansı gedir? Cənub Şərqi Şirvan. Salyan. Cənub-Şərqi Şirvan yoxdur axı. D variantında niyə Salyan. olmaz D variantı? Araz boyu var. Arazboy bax buradadır, düzdürmü? Ha. Arazboyun çıxırıq. Niyə çıxırıq sizcə? Araz axı əvvəl axır Türkiyə. Yo, düzənlik Xəzərin sahilində yerləşirdi. Hansı düzənliklər Xəzərin sahilində birbaşa yerləşmir? Sən o məntiqlə Arazboyunu çıxsan, gərək milli də çıxasan. Ha. Yaxşı, bunu da saxlayırıq. Y variantına baxırıq. Qarabağ düzünün çıxışı var, Salyan düzünün çıxışı var deyə. Bu da gedir. Cənub-Şərqi Şirvan düzünün çıxışı var, bu da gedir. Deməli, A getdi, C getdi, Y getdi. Qalır iki variant arasında. Mil, Muğan, Şirvan, Şirvan, Muğan və Arazboy. Uşaqlar, burada yadda saxlayın ki, Arazboy Orada düzənliklər Küraraz Küraraz ovalığı. ovalığı deyil. Ha. Bəli, Küraraz Arazboy Küraraz ovalığı. ovalığına daxil deyil deyə doğru cavab B variantında olacaq. Küraraz ovalığı bax buradır. Evet, 4 nömrəyə baxaq.